Cəmi 1 dəqiqəyə Koroğlu eposunu tam şəkildə öyrən. Mövzu qəhrəmanlıq, ideya, əməyə, zəhmət adamına rəğbət, xalqın azad yaşamaq istəyi, zülmkarlara qarşı mübarizə, anaya və qadına dərin hörmət. Problem, bəylərin, xodkarın xalqa amansız münasibəti. Əsərin bədii xüsusiyyətləri, epik lirik növə daxildir. Nəzm hissəsi qoşma və gərayıldan ibarətdir. Hər bir qol müstəqil süjet xəttinə malikdir. Atalar sözləri, məsələlər geniş şəkildə işlənib. Qollarda tarixilik əsasdır. Koroğlu, əsl adı Rövşəndir. Əsərin baş qəhrəmanıdır. Rövşənin münasibəti əvvəlcə şəxsi intiqam olsa da, sonradan böyük vüsət almışdı. Koroğlunu məğlub edilməz qəhrəmana çevirən ən böyük qüvvə xalq məhəbbəti hesab olunur. Bəy nəslinə aid deyil. Dastandakı xanım obrazları, Nigar xanım, Telli xanım, Dünya xanım, Ruqiyyə xanım, Məhbub xanım. Nigar xanım Çənlibilin baş xanımıdır, xotkar qızıdır, Koroğlunun səhvlərini üzünə deyir. Xüsusiyyətlər, Dəli Həsən təmkinli və tədbirli, Eyvaz səmimi, Bəlli Əhməd təvazökar, Dəmirçioğlu səbirli və dözümlüdür.